o kökündən Qarabağlı olub, əvvəldən Bakıda yaşayanlar da bəlkə daha çoxdur. Çünki Bakıda yaşayanlar yayda gedərdilər, Dədə-baba ocağına gedərdilər, eynən özümüz kimi. Bir bacı qaçqındır, tutaq bir bacı yox. Sadəcə o evini itirməyib. Bakıda içində olduğunu itirməyib. Amma kökündən gəldiyi evi itirib. Kökündən gəldiyi bağlar var. O duymaq istədiyim iyi var, onları itirib. Və o görüşlərin bir kiçik filmini hazırladı Sevinməli uşaqlar. Və onu da YouTube kanalında yerləşdiribdir. Və o ailədə o valideynlərlə görür, oğlan uşaqlarla danışır, söhbət. Bir balaca film kimi ərsəyə gəlib. Mən deyirəm ki, o bir balaca film deyirik, amma elə sizin o başda bir 10 dəqiqə danışdığınız, çıxışınız həqiqətən çox möhtəşəm bir işdir. Yəni, inşallah Allah imkan versin, onu bir böyük sənətləşdirilmiş bir filmə çevirmək qismət olsun. Və müəllim də çox gözəl qeyd elədi. Bizim hər birimizin, yəni mən bugün özümü, Minə müəlliməni, Rəfiqə müəlliməni, yəni bu məktəbdə oxumuş, təhsil almış və sizlərdən örnək almış, dərs almış bir şagirdlər kimi qeyd edirəm. Hər birimizin üzərimizdəki bu yaradıcılıqmı deyim bir balaca, özümüzü tərifləmək üçün demirəm, həqiqət deyirəm. Bir balaca yaradıcılıq, nə bilim, nə varsa bunun hamısı, böyük əksəriyyəti sizdən bizə keçir. Çünki bizi tədbirədə siz böyütürsünüz. Bizə o ruhu damla siz hopdurmuşsunuz. O şeirlərdə, o çıxışlarda, hər şeydə. Yəni bunu bizə, biz sizin yetirmələriniz, siz ola bilmərik. Amma sizin bir balaca davamçı kimi, davamçı kimi yetirmələriniz olmuşuq. Biz həqiqətən fəxr edirik ki, siz belə bir müəllimsiniz, belə bir müəlliminiz var. Müəllim dediyi kimi, o sizin özünüzün ruhunuzdan gəldi vətənpərvərlik. Onu sizə heç kim demir, heç kim bir tapşırıq kimi demir. Əksinə, bəzən o verilən tapşırıqları, zincirləri hətta belə qırırsınız ki, yox, bu belə olmalıdır. Var olmayı sevməlimə, çox sağ olun, minnətdar olun. Həm də ev adamına təşəkkür etmək lazımdır. Mən də qoyum öz müəllimlərimə təşəkkür edeyim, mən yetirəm. Çox şükür ederim. Çok var olmaz. Çok şükür. Geçiniz o gün bugün o torpağı getiren, ayak koyduğunuz o torpağı görürük. Sen de çok əziyyət